Prezident İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib. Dövlətimizin başçısı əvvəlcə Fatih Birola Dostluq ordenini təqdim etdi. Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb. Prezident İlham Əliyev Fatih Birola ölkəmizlə həyata keçirdiyi əməkdaşlığa və COP29-da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Fatih Birol da öz növbəsində Dostluq ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu dedi. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və etibarlı tərəfdaş olduğunu vurğuladı. COP29-da əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdıran Fatih Birol, bu tədbirdə çox çətin və mürəkkəb danışıqlar prosesinin aparıldığını dedi və iqlim gündəliyi ilə əlaqədar yaxşı nəticələrin əldə edildiyini diqqətə çatdırdı. Fatih Birol 12-ci Qlobal Bakı forumuna dəvətə görə təşəkkürünü bildirərək, bu tədbiri beynəlxalq səviyyədə mühüm məsələlərin müzakirəsi baxımından vacib platforma kimi qiymətləndirdi. O, gələcəkdə də forumla əməkdaşlıq imkanları ilə bağlı fikirlərini bölüşdü. Söhbət zamanı qlobal enerji məsələlərinə dair fikir mübadiləsi aparıldı.